Aleykum assalam və rəhmətullah. Sual belədir ki, deməli, əgər bir həkim xəstəsinə halal olan qidaların bəzilərini qadağan edirsə, sağlamlığına görə bu qidalar haram hökmə keçir o xəstə üçün. Məsələn, xəstəsinə deyir ki, sənə qızardılmış yeməklər olmaz, əks halda xəstəliyin daha da artacaq. Yəni, burada o qızardılmış yeməklər o xəstə üçün haram olur. Xeyr, haram qətiyyən olmur. Heç bir insan, heç bir insan Allahın halal edin haram edə bilməz. Sadəcə həkim həmən insanda xəstəliklər olduğu üçün bir müddət o qidaları yeməməyi tövsiyə edir, məsləhət edir. Bu sənə haram deyəməz. Çünki niyə görə? Haram olan şeyi edəndə günah yazılır. Amma həkim mənə tam ki, deyib, sənə qızardılmış yemək olmasın, mən yesim, ona görə günah qazanmıram axı. Sadəcə, bəli, sağlamlığım, belə deyim, şübhə altına düşür, sağlamlığım gecikir, xəstəliyim daha da artır, fəsadlarım artır. Amma o haram hökmünə düşmür. Həkimin qadağanı o haram hökmünə düşmür. Sadəcə sənin sağlamlığın üçün müəyyən müddətlik onu tərk eləməyin, yəni tövsiyə olunur.